Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə magistratura qəbul imtahanı düşmə ehtimalı olan maraqlı bir sualın izahına baxırıq. Eyni zamanda bu sualımız 2021-ci il magistr 2-ci zət qəbul sualıdır. Baxın, bu tip sualları necə həll edirik? İlk öncə burada diqqət yetiririk bu aşağı hissələrə. Baxın, bu 3 dənə aşağıdakı olan xana götürək deyək. Bunlara hansı verilmiş bu fiqurları biz yerləşdirə bilərik? Burada bizə bir ipucu verilibdir. İpucu nədir? Baxın, diqqətlə baxanda görürəm ki, aşağısında 3 dənə fiqurun aşağı hissəsində 4 verilibdir. Amma baxın, diqqətin, bura məsələn 4-ləri yazsam, misal üçün. Üçünü də yazmağa ehtiyac yoxdur. Birini yazsam belə. Onda deməli, bunun qonşusu da 4 olmalıdır. Baxıram, verilmiş fiqurlarda yuxarısında 4 olan yoxdur. Deməli, bu 4-lər yalnız olmalıdır ən aşağıda ki, onların qonşusunda 4 nədir olmasın. O zaman biz bu 4-ləri aşağı hissəyə yazsaq, bu 3 dənə fiquru götürüb. 4-ləri yazsaq bura. İndi biz bu 3 fiquru buraya yerləşdirməliyik. Misal üçün deyək ki, başlayırıq 3-1 ilə. 3-1 ilə olan zaman qonşularında 1 olmalıdır. Amma baxın, bizdə qonşularında heç birində 1 yoxdur. Deməli, 3-1 buraya yerləşmir. Misal üçün başlayıram 2-3 ilə. 2-3 olsa. Bunun qonşusunda 3 olmalıdır. Bəli, 3-1 var. 3-2 də var. Hər hansısa birini yazsaq da yenə ödəmir. Məsələn, 3-1 buraya yazsam, bura 1 olacaq, 1 ilə başlayan yoxdur. Ona görə biz başlanğıcı götürməliyik 3-2 ilə. Daha sonra gəlsin 2-3, sonra isə gəlsin 3-1. Yuxarıları isə 3-2-nin yuxarısı 1-dir, 2-3-ün yuxarısı 1-dir, 3-1-in də yuxarısı 2-dir. Baxın, bu 3 dənə fiquru yazdım artıq. Silirəm ki, neynəsin, fiqurlarımın sayı azalmış olsun. Sonra baxıram ki, bunların qonşuları 1 olmalıdır. Bununla qonşusu 2 olmalıdır. Aşağı hissələri 1 olan 2 dənə variantım var. Amma aşağı hissəsi 2 olan 1 variantım var. Deməli, onda bunu bura köçürdə bilərik. 4-1 buralar, buralar 3. Onda bunun qonşusuna 4 düşür. Aşağısı 1, sağı 4 olan hansı variant var? Baxın, bu üçüncüdür. Onda bura düşür 2, bura olur 3. Burada 2 olur onda. Sağ tərəfi 2 olan hansı variantım var? Və aşağısı 1 olan. Baxın, bu variantım var. Onda bura 4 düşür, bura düşür 3. Deməli, bu 3 dənə də fiquru tapmış olduq. Daha sonra bunların hər biri 3 olur, qonşuları. İndi nəyə diqqət edirik burada? Baxın, bu 3 dənə fiquru biz ardıcılıqla düzməliyik. Misal üçün deyib 1-4 ilə başlasın bundan. 1-4 ilə başlayanda bura 4 olur. Onda bura düşür 2. Bəs bizdə 2 ilə başlayan yoxdur axı. 1-4 ilə var, 4-2 ilə var və 4-1 var. Bunu silərik. Bu hissələrə uyğun gəlmədi. Deyək ki, məsələn, başlasın 4-2 ilə. Onda 2 ilə başlayan bizdə yoxdur. 1-1 var, 1-4 var. Onda bir dənə şansımız qalıb 1 ilə 4-ü yoxlayaq. 1-4. Onda bunun qonşusu da 4 olur. 1-4-ü buraya yazdıqsa əgər, yuxarısı 2 olur. Bu getdi. İndi bu sol tərəfə 4 olan bir dənə bu variantım var. Onda sağına düşür 2, yuxarısı da olur 1. Onda sağı 2-dirsə, burada 2 olmalıdır. 2 ilə olan, baxaq görək, hansı variantımız qala bilər. 2 ilə olan variantım yoxdur. Deməli, bu tapdığım da yanlışdır. Bizdən aşağıları 3 olan 3 dənə variantımız var idi. Doğrudur mu? Bir buydu, bir buydu, bir də buydu. Bunları biz yerləşdirməliyik. Yaxşı, 1-4 ilə başlasaq əgər. Daha sonra 4-1, 1 ilə başlayan variantım yoxdur. Bəs 4-1 ilə başlasam, onda bura 1-4 olar. Bura düşər 4-2.
Deməli doğru cavabımız bizim buymuş. 4 1 yazdık bura. 1 4 yazdık. 4 2'ni də en sona yazdık. 4 1'in üstü oldu 2. 1 4'ün üstü oldu 1. Yok, üzüsten 1 4'ün üstü oldu 2. 4 2'nin üstü oldu 1. Şimdi bizden neyi soruşur? Deyir A, B, C deneyim. Artma sırası ilə düzün. Gəlin birinci bu A, B, C deyə görə nə tapmış onları yazacaq. A-ya 2 tapdıq. B-yə tapdıq. Baxaq görək 3. C-miz oldu 4. D-miz də oldu 1. Bunlar artma sırasına düzəndə onda birinci gəlir D. Sonra A. Sonra B. Sonra C. Və bizə deyir ki, burada A, B, C, D-ni neyinin kodlaşdırın. A'nın yerinə 1 yazın. B'nin yerinə 2. C'nin yerinə 3. D'nin yerinə 4. Onda buradalar 4. 1, 2, 3. Cavabımız olar 4, 1, 2, 3. Belə bir açıq sualdır. Sağ olun, növbəti videolarda görüşənədək.